Değerli Avtomobil Qaz saytının izləyiciləri, hər birinizi salamlayıram. Bugün sizlərə yeni bir avtomobil təqdim edirəm. Aksiyonda yeni oynayacaq. 2018-ci il Hyundai Elantranı təqdim edirik. Buyurun, baxışına baxırsınız, zədəsində görürsünüz. Ön bufer zədəsidir. Təkərində və buferində kiçik bir zədə ilə aksiyona çıxarılmışdı. Avtomobilimiz 2018-ci il 2 Dodge mühərrik, avtomatik transmisiya, benzin və 92 ilə tam sərbəst işləyir. Avtomobilimiz bütün texniki cəhətdən yoxlanışdan keçirilib. Heç bir qəzası indiyə qədər olmayıb. Gördüyünüz tək qəza indi hal-hazırda aksiyondakı qəza zədəsidir. Kiçik bir zədə də demək olmaz buna. Avtomobil tezlikdə aksiyonda oynayacaq. O yüzden buyurub baxış keçirdin. Gördüyünüz vizual olaraq necə görürsünüzsə elədir. Tərtəmizdir. İstoriyası yoxlanılıbdır. Servisi əladır. Avtomobilimiz salonunda görürsünüz. Gördüyünüz kimi panorama lükdür, kör zonadır, zolaq tanımadır, oturacaqların isidilməsidir, böyük monitor, start-stop, açarsız daxil olma və digər funksiyalarla təchiz olunmuş avtomobildir. O yüzden tələsin almaq üçün bizlərə müraciət edə bilərsiniz. Avtomobil Qaz sayti vasitəsilə hər birinizin yolunuzu gözləyirik. Avtomobilimiz 51.000 millə yol gedibdir. 100 kilometrdən daha doğrusu az eləyir. 90.000 kilometr qədər eləyir. Buyurub baxırsınız, görürsünüz. Start stopdur. 51.000 mil cəmi indiyə qədər yol qət eləyibdir. Heç bir qüsuru xada boyunda motor, korobka, transmisiyası daha doğrusu çox saz vəziyyətdədir. Mühərrik hissəsində görürsünüz. 2 Dodge mühərrikdir. Sadə mühərrik, sadə transmisiyadır. 92 benzinlə tam sərbəst işləyir. Dostlar, avtomobilimiz haqqında bu qədər. Kimə ehtiyac olsa əlavə informasiya bizimlə əlaqə saxlasın. Ona geniş informasiya verək. Hər birinizə təşəkkür edirəm. Videonu baxdıqsa bəyənib paylaşmağı unutmayın. Növbəti videolarda görüşərik. Hələlik, sağ olun.